Elm və Təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərinə səfər edib. Səfər çərçivəsində nazir 1 nömrəli tam orta məktəbdə olub. Emin Əmrullayev məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olub, sinif otaqlarına baxış keçirib və təhsil prosesi ilə maraqlanıb. Səfər zamanı nazir şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb, onların təhsil uğurları və gələcək hədəfləri ilə maraqlanıb. Görüşdə şagirdlərin bilik və bacarıqlarının inkişafı, eləcə də məktəblərdə yaradılan imkanların əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, səfərin əsas məqsədi təhsil müəssisələrində mövcud şəraitin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində görülən işlərlə yerində tanışlıq olub.